Davam edirik 74-cü sualdan. CO2 və oksigendən ibarət qaz qarışığında bir karbon atomuna 5 oksigen atomu düşür. Əvvəlcə bu tip bir məsələ görürüksə, ilk eləməli olduğumuz şey nədir? İlk biz bunların mol miqdarını bilirikmi sualıdır? Xeyr, bizə burada mol miqdarı barəsində heç bir məlumat verməyib. Onda biz hər birinin mol miqdarını götürəcəyik məlum olmayan ədədlər. Məsələn, X mol tutaq ki, karbon qazımız olsun və Y molda oksigenimiz olsun. Bu halda bizim nə qədər karbonumuz var? Bizim X qədər karbonumuz var, oksigenimiz nə qədərdir? 2X qədər burada oksigenimiz var, 2Y qədər də burada oksigenimiz var. Bizə isə deyir ki, bir karbon atomuna 5 oksigen atomu düşür. Yəni, bizə demək istəyir ki, bu karbonun miqdarı, yəni X mol karbona uyğundur 5X mol oksigen atomu. 5X mol oksigen atomuna bizim bunun bərabər olduğunu bizə deyir. Biz isə görürük ki, biz oksigeni işarə etmişdik 2X və 2Y-in cəmi ilə. Onda biz oksigeni Neyə bilərik? Baxın, burada oksigenlər, hər ikisi biri 5X-dən işarə olunub, biri də 2X + 2Y-dən. Bunları bərabərləşdirə bilərik. 2X-dən 2Y-in cəmi 5X-ə bərabərdir. Buradan 3X bərabərdir 2Y-ə, Y bərabərdir 1,5X-ə. Yəni, biz nəticə etibarı ilə tapdıq ki, burada bizə verilən qaz qarışığı 1-in 1,5-ə nisbəti kimidir. İndi isə deyir ki, qarışığın helyuma görə nisbi sıxlığını hesablayın. Deməli, gəlin bunu biz istər nisbətlə, istər məsələn mol miqdarı ilə də yaza bilərik. Tutaq ki, 1K bizdə olsun karbon qazı, 1,5K qədər də bu nisbətdən çıxan nəticəyə görə oksigen qazı olsun. İndi gəlin bunun əvvəlcə M ortasını tapaq. Neynəyəcəyik? 44 vurulsun K, üstə gəlinsin 32 vur 1,5K, bölünsün 2,5K. İndi bunu hesablamalıyıq. 44-ün üzərinə 32-ni 1,5-ə vuranda edir 48. 44-ün üstünə 48 gəlirik. Bu edəcək 92K. Sonra isə onu 2,5K-ya bölürük. Cavabımız edəcək 36,8. Daha sonra isə helyuma görə nisbi sıxlığını istədiyinə görə 36,8-i helyumun ayrinə bölürük. O da nə qədər edir? 9,2. Demək, biz burada hansı düsturları istifadə etdik? M orta bərabərdir M1 nü1 üstəgəl M2 nü2 bölünsün nü1 üstəgəl nü2 və biz D-dən istifadə etdik. D, yəni bir qazın digər qaza görə nisbi sıxlığı. Deməli, Mr birinci qaz bölünsün Mr ikinci qaz və yaxud da ki, bu belə də ola bilər. Mr orta və Mr ikinci qaz. Bu formada. Beləliklə, cavabımız 9,2 oldu. Davam edək. 75. Bizə qarışığın orta molekyul kütləsini veribdir. Qarışıqda qazların mol paylarını veribdir və bizdən mol paylarını tapmağımızı istəyir. Yenə də biz bilmirik. CH4-dən neçə moldur, hidrogendən neçə moldur. Belə olan halda ya XY-lə, istərsəniz AB ilə, hansı hərfləri öyrəniniz istəyir, işarə edirik. Önəmli olan odur ki, biz onların məchul olduğunu başa düşək. Tutaq ki, A mol CH4-ümüz olsun və B molda hidrogenimiz olsun və qarışığın orta molekyul kütləsi 7,6-dır. Gəlin bunun M ortasını çıxaraq. M orta nəyə bərabər idi? M1 nü1 üstəgəl M2 nü2 bölünsün nü1 üstəgəl nü2. Bu düsturu biz bilirik. Yazaq. 16A üstəgəl 2B bölünsün A üstəgəl B bərabərdir 7,6-ya. İndi isə bu tənasibi həll edək. 16A üstəgəlinsin 2B bərabərdir 7,6 üstəgəlinsin 7,6B-yə. 16-dan 7,6-nı çıxırıq. Qalır yerdə nə? 8,4A bərabərdir. 7,6-dan da ikisini çıxırıq. 5,6B-yə. İndi bunlar ən böyük nəyə ixtisar gedir? 1,4-ə ixtisar apara bilərik.
1,4 ixtisar getsə 6A, 2,8-ə də gedirmiş, yaxşı. 6A bərabərdir. Elə birbaşa 2,8-i ixtisar aparaq, bizə rahat olsun. 3A bərabərdir 2B-yə. Onda biz deyə bilərik ki, A bərabərdir 2K, B bərabərdir 3K. Tənasübdən çıxan qaydadır bu. Bunu biz riyaziyyatdan bilirik. İndi isə bizə deyir, qazların mol payını tap. Gəlin tapaq. CH4-ü biz A ilə işarə eləmişdik. Yazaq. Əgər ki biz mol payını tapmaq istəyiriksə nə edirik? Tapmaq istədiyimiz maddənin molunu, yəni 2K-nı bölürük ümumi qarışığın mollarının cəminə, yəni 2K üstəgəlsin 3K-ya və vururuq 100-ə. Aşağıda edəcəkdir 5K. 5 ilə 100-ü ixtisar aparaq 20, K-lar da ixtisar gedir və beləliklə də cavab olacaqdır 40. Deməli, bizim CH4-ümüz 40%-dir. Əgər bu 40%-dirsə, digərdə nə qədərdir? 60. Çünki faiz bilirik ki, 100 ilə ifadə olunur. 40 budur, 60 da budur. Cavab A bəndi. Daha sonra isə gəldik 76-ya. 76 maraqlı bir məsələdir. Adətən ən çox verilən suallardan biridir. Sadəcə biraz diqqətli olmaq lazımdır. Baxaq. Deməli, qarışığın tərkibi verilibdir. Qarışığın kütləsi verilibdir və qarışığın tam yanma məhsulu verilibdir. Yeni başlayan abituriyentlər üçün ola bilsin ki, bu sual bir qədər aydın olmasın, amma məsələn, kimyanı artıq bilmiş, üzvü kimyanı keçmiş və təkrara başlayan abituriyentlər üçün rahat olacaq. Deməli, məsələ nədən ibarətdir? Biz bilirik ki, bütün üzvü maddələr istisnasız olaraq yananda tərkibində nə qədər karbon varsa, o qədər də karbon qazı ayrılır. Yəni, məsələn, baxın, CH2-ni yandırsam, tərkibində əgər 2 mol karbon varsa, 2 mol karbon qazı mütləq buradan alınır. Və yaxud da CH4-də 2 dənə karbon varsa, 2 dənə karbon qazı alınacaqdır. Üzvü maddələr yananda karbon qazı, su və əgər tərkibində başqa qeyri-üzvü elementlər varsa da, məsələn, azot varsa azot alınır, fosfor varsa fosforla birləşmə alınır və s. Yəni, nəticə etibarilə bizə burada lazım olan hələ ki karbonla bağlıdır. Yəni, nə qədər karbonumuz varsa, o qədər də karbon qazımız ayrılır. Aha, deməli, 12 mol karbon qazı bizə deyir ki, tam yanma məhsuludur. Deməli, bizim başlanğıc qarışığımızda mol sayından asılı olmayaraq cəmi 12 karbon atomu olub. Aha, 12 karbon atomu nə qədərdir kütləsi? 12-ni vururuq 12-yə, yəni karbonun, baxın, ayrinə. Bu da edir 144. Yaxşı. Amma bizə deyir, qarışığın kütləsi 174-dür. Aha. Demək, 12 dənə bizim karbon atomumuz var. Yəni 12 Na qədər var. 174-ün 144-ü karbona aiddir. Yerdə qalan 30 qram isə bizdə hidrogendir. Deməli, burada bir hidrogenimiz ayrı nə qədərdir? 1-dir. Deməli, 30 qram hidrogəndə 30 hidrogen atomu deməkdir. Yəni 30 Na. 12 Na karbonumuz, 30 Na hidrogenimiz var. Cəmi nə qədərdir? 42 Na qədər bizim ümumi atomumuz var. Davam edək 77-ci sualla. Deməli, CH4 və CH6 qazları qarışığının hidrogenə görə sıxlığının qarışıqdakı metanın mol payı ilə asıllığını müəyyən edin. Deməli, ilk növbədə biz hidrogenə görə nisbi sıxlığı tapmadan öncə ümumi qarışığın kütləsini tapmalıyıq, düzdürmü? Məsələn, M-ortanın biz bilirik ki, bir neçə düsturu var. M1, N1, M2, N2, bölünsün N1 üstəgəl N2. Aha. Biz bu düsturdan istifadə edəcəyik, çünki bizə mol payı deyir. Mol payı dediyinə görə nü ilə olan düsturdan istifadə edirik, yəni mol miqdarı olan düsturdan. Və CH4, CH6. Biz belə bir qayda bilirik. Demişik ki, əgər ki biz qaz qarışığının orta molyar kütləsindən kiçik olan qazdan əlavə etsək, o zaman nə olacaqdır? Qaz qarışığının kütləsi azalacaq. Amma yox, çox əlavə etsək, yəni MR orta molekul kütlədən çox olsa, o zaman nə olacaq? M orta artacaq. Aha, bu qaydanı bildiyimizə görə istəyirsiniz bunu sübut edək. Məsələn, tutaq ki, 1 mol
CH4'ümüz olsun. 1 mol da C2H6'mız olsun. Gəlin bunun orta molyar kütləsini tapaq. 16 üstəgəlinsin 30 bölünsün 2. Çox bəsit. Hamısını 1-ə vururuq da elə bir şey. Mol miqdarına vururuq və 16-nın üstünə 30 gəldik. Belədir 46. 2-yə də böldük 23. İndi gəlin CH4-ün miqdarını artıraq. Tutaq ki 2 mol götürək CH4-dən. Aha, 2 mol götürəndə 16 vur 2, üstə gəlinsin 30 vur 1 bölünsün 3. 16-nı 2-yə vuranda 48, üstünə də 30, daha doğrusu 16-nı 2-yə vuranda 32, üstünə də 30 gəlirik. Belədir 62 və 62-ni də bölək 3-ə. Bu da təqribən 20 tam onda 6, 67, 20 tam %67 eləməlidir. Yəni nəticə etibarı ilə əvvəlcə 1 mol metan götürəndə 23 idi, daha sonra azaldı. Dediyimiz qaydanı demək bu ödədi. Nəticə etibarı ilə biz deyirik ki, CH4-ü biz nə qədər artırsaq, deməli bizim M ortamız o qədər azalacaq. Və əgər M orta azalırsa, onda bunun hidrogenə görə nisbi sıxlığı da azalacaq. Nəyə görə? Çünki düsturumuz belə idi. M orta bölünsün Mr hidrogen. Belə olduğuna görə bizim sıxlığımız nə olacaq? Azalacaq. Və burada da azalan qrafik hansıdır? B bəndi. Ola bilər ki, sual gələ bilər ki, müəllim, nəyə görə C bəndi olmur? Məsələn, bu da azalandı, bu da azalandı. Nə fərqi var? Fərq orada ondan ibarətdir ki, baxın biz 1 mol tutaq ki, CH4 götürsək, nə qədər C2H6 da götürsək, daha sonra isə götürüb onu hidrogenə bölsək, biz orada 30-u əldə edə bilməyəcəyik. 30 artıq bizim üçün çox böyük bir rəqəm hesab olunur. Ona görə də burada doğru cavab B bəndi olacaqdır. Yəni bunu bir neçə mol nisbəti ilə hesablasaq, məsələn 2 mol C2H6, 1 mol CH4 götürsək, yəni biz nisbəti nə qədər dəyişiriksə dəyişək, sonra hidrogenə bölək, biz orada 30-u əldə edə bilməyəcəyik. Ona görə də burada doğru cavab B bəndi olmalıdır. İndi isə keçək 78. Deyilir ki, hansı qazlar cütündən sıxlığı havanın sıxlığına bərabər olan qarışıq hazırlamaq olar? Əgər bizə belə bir sual verilibsə, qazlardan biri mütləq havanın sıxlığından az olmalıdır, digəri isə çox olmalıdır. Məsələn, birinci variantda oksigen 32-dir, emeri CO2 44-dür. Hər ikisi 29-dan çoxdur. Demək, mən bunu götürə bilmərəm. İkincidə oksigen 32-dir, NH3 17-dir. Aha, demək bu olar. Biri kiçik, biri böyük. Bəli, bunu götürə bilərik. Üçüncüdə biri 32-dir, biri 46-dır. Bu da olmaz. Çünki ikisi də böyükdür. Amma bizə lazımdır biri kiçik olsun, biri böyük olsun. Oksigen və CH4. Oksigen 32, CH4 16. Bəli, bunu götürə bilərik. Beşincidə oksigen və C2H6. Oksigen 32-dir, C2H6 isə 30-dur. Təəssüf ki, bunu götürə bilmirik. Hər ikisi 29-dan böyükdür. Gəldik 79-a. 79 biraz vaxt aparan sualdır, amma yenə də baxacağıq. Oksigen və CO2 deyilir ki, qrafikdəki kimi qarışdırılır. Hansı nöqtələrdə D helium 10 olan qaz qarışığı alınır? Deməli, ilk növbədə biz şərti dərk eləməyə çalışırıq. Fərqi yoxdur. Burada hansı qaz qarışığını götürsün, bizə lazımdır ki, heliuma görə sıxlığı 10 olsun. Yəni, D bərabərdir. Tutaq ki, M orta bölünsün. Emir və yaxud da, gəlin ayır yazaq elə, düz olsun. Ayır helium bərabərdir 10 olsun. Ayır heliumu bizə veribdir, baxın 4-dür. Onda deməli, biz elə bir qaz qarışığı seçməliyik ki, M ortamız 40-a bərabər olsun. İndi gəlin bir-bir bunları analiz edək. Demək, bizə burada V veribdir və yenə də V veribdir. Deməli, biz hansı düsturdan istifadə etməliyik? M orta bərabərdir M1, V1 üstə gəlinsin, M2, V2 bölünsün, V1 üstə gəlinsin, V2 düsturundan istifadə edəcəyik. Və millilitrləri də burada biz mütləq litrə çevirəcəyik. Çünki lazımdır. Və yaxud da ki, çevirməsək də olar. İndi kim çaşırsa, orada çevirmək lazımdır. Kimə rahatsa çevirməyə də bilər və s. Başlayaq. Demək, birincidə nə verilibdir? Bizə birinci nöqtəni burada veribdir. CO2-nin deməli, həcmi 100 ml-dir. Yəni 0,1 litr.
0,1 vur 44. Üstə gəlinsin. Oksigen nə qədər veribdir? 50 millilitr. 50 millilitr 0,5 litrdir. Vurulsun 32, bölünsün 0,15. İndi bunu hesablamalıyıq. 0,1-i 44-ə vuranda edir 4,4. Bunu vuranda nə qədər edir? 32 vurulsun 0,05. Bu edir 1,6. 4,4-ün üstünə 1,6 gələndə edir 6. 6-nı 0,15-ə böləndə isə bu da edəcəkdir 40. Bəli, cavab edir 40. Demək, birinci düzdür. Biz demək, doğru cavab kimi birincini götürürük. İndi baxaq 2-yə. 2-də nə deyir? 2-də bizə CO2-ni 100 millilitr verir. Yazaq, 0,1 vurulsun 44. Üstə gəlinsin. Oksigeni isə 0,3 litr veribdir. 0,3 vurulsun 32 və bunu da bölürük cəmlərinə 0,4-ə. Yenə də 0,1-i 44-ə vuranda 4,4 eləyir. 4,4. Üstə gəlinsin. 32-ni 0,3-ə vuranda isə 9,6 eləyir. Deməli, 4,4-ün üstünə 9,6 gəldiyimiz zaman alırıq 14 və 14-ü isə 0,4-ə böləndə biz alırıq 35. Amma bizə lazım idi cavab 40 olsun. Təəssüf ki, 35 alındı. Demək, bu cavab doğru deyil. Onda bunu silirik, keçirik 3-cü varianta baxmağa. 3-cüdə isə CO2-nin həcmi 0,2 litrdir. 0,2-ni 44-ə vururuq. Üstünə əlavə edirik. Deməli, 0,1-i vururuq, deməli, 32-yə, bölürük 0,3-ə. Bu edəcəkdir 8,8, üstə gəlinsin 3,2, bu elədir 12. 12-ni də 0,3-ə bölürük, bu da edir 40. Bəli, deməli, bu da bizim doğru cavabımızdır. İndi baxırıq 4-cüyə. 4-cüdə isə bizə veribdir 0,5 litr karbon qazı vururuq 44-ə. Üstünə gəlirik. 4-cü, 0,15 litr deməli oksigen və bunu bölürük nəyə? Bunların cəminə bu da nə qədər edir? 0,2 edir. İndi bunu hesablayaq. 0,05 vurulsun 44. Bu etdi 2,2. Üstə gəlinsin. 32 vurulsun 0,15. Səhv etmirəmsə 4,8 eləməlidir. Bəli. 4,8. 4,8-in üstünə 2,2 gələndə bu edir neçə? 7. 7-ni isə 0,2-yə böləndə yenə də cavab 35 düşəcək. Bunu 0,2-yə böldük, 35 düşdü. Amma bizə neçə lazım idi? 40. Demək, bu da bizim doğru cavabımız ola bilməz. Son olaraq 5-cini yoxlayırıq. 5-cidə isə deməli, CO2-ni bizə veribdir 300 millilitr, yəni 0,3 litr vurulsun 44. Üstə gəlinsin. 150 millilitr, yəni 0,15 litr bizə veribdir oksigen və bölürük bunu da 0,45-ə. Deməli, 0,3-ü 44-ə vuranda, səhv etmirəmsə 13,2 düşməlidir. Bəli, 13,2. Üstə gəlinsin. 32-ni 0,15-ə vuranda 4,8 eləyir. Onu da 0,45-ə bölürük. 13,2 üstə gəlinsin 4,8 edir 18. 18-i 0,45-ə böləndə isə cavab 40. Bəli, deməli, bu da doğru cavabdır. Sonra 80-ci sual da yenə eyni formadadır. Yenə də bunu da özünüz baxarsınız. Tam olaraq eyni qayda ilə gedir. Sadəcə olaraq orada D heliumu 3 veribdir. Deməli, biz orta qarışıq 12 olan cavabı axtarmalıyıq. Keçək 81-ə. XO qazının normal şəraitdə sıxlığı 1,25-ə bərabərdir. Biz belə bir düstur bilirik. Mr bərabərdir nə? Rho vurulsun V malyar. V malyar da normal şərait deyir. Baxın, normal şəraitdə V malyar 23,4-ə bərabərdir. Onda Mr bərabərdir 1,25 vur 22,4. Bu da edəcək 28. Deməli, XO-nun Mr-i
28-dir. Emir nəyə bərabərdir? X ilə oksigenin ayrlərinin cəminə. Onda buradan x nədir? 12-yə bərabərdir və salam. Sonra isə gəldik 82-yə. Burada deyir ki, A mol SO2, A mol CH4-dür və onların kütlələrinin cəmi 160-dır. Deməli, biz kütləni necə hesablayırıq? Baxın, M bərabərdir, Mr vurulsun N. Hansı düsturdan çıxır bu? N bərabərdir, M bölünsün Mr düsturundan. Buradan M-i tapanda bu alınır. Mr vurulsun N. İndi, götürün yerinə qoyaq. M bərabərdir. SO2-nin Mr-i 64-dür. 64A üstəgəlinsin 16A bərabərdir 160. Buradan da A bərabərdir 2. 80A 160, A da bərabərdir 2. Bizdən metanın kütləsini istəyir. Metan A mol idi, yəni 2 moldur. Və Mr-i 16-dır. Demək metanımız burada 32 qram olacaq. Cavab 32. Gəldik 83-ə. 3 mol etan və 2 mol azot 2 oksiddən ibarət qaz qarışığının hidrogenə görə nisbi sıxlığını hesablayın. Yenə də M1 üstəgəl M2 bölünsün N1 üstəgəl N2 düsturundan istifadə edirik. 3 mol etan verilibdir. Etan CH6-dır. 3 vurulsun 30 üstəgəlinsin 2 vurulsun 30 bölünsün 5. Aha, 3-ü 30-a vuranda 90, 2-ni 30-a vuranda 60, cəmi elədi 150, 5-i də böləndə 30. 30-u isə sonra hidrogenə bölürük. D bərabərdir 30 bölünsün 2, o da bərabər 15. Bu qədər bəsit. Daha sonra baxırıq 84-ə. 84 artığa görə məsələ həll edir. Artıq qalan maddə olacaq burada. Baxın, burada 100 milli hidrogenlə x milli oksigen reaksiyaya giribdir. Daha sonra isə 50 milli oksigeni qırıqda oxla göstərib. Uşaqlar, bu o mənaya gəlir ki, 50 milli oksigen burada istifadə olunmayıb, artıq qalıbdır. Onda biz nə etməliyik? Deməli, birinci reaksiyanı yazırıq. Alınır 2H2. Bu bildiyimiz klassik suyun alınma reaksiyasıdır. Deməli, baxın, burada nisbətlər nəyin nəyidir? 2-nin 1-ə nisbəti kimidir? Hidrogenlə oksigen. Bunlar adi şəraitdə olduğu zaman yadınızda saxlayın. Mol miqdarı ilə həcm miqdarı, mol nisbəti ilə həcm nisbəti, mol payı ilə həcm payı eyni şeydir. Normal şəraitdən söhbət gedirsə. Həmişə cavabları demək olar ki, eyni olur. Normal şəraitdə və yaxud da ki, eyni şəraitdə. Bunlar da yenə də eyni şəraitdə olan qazlardır. Əgər ki, 100 milli hidrogen reaksiyaya giribsə, nisbət kimi olacaq. Deməli, 50 milli də oksigen reaksiyaya giribdir. Yəni, bizim 100 milli hidrogenimizlə 50 milli oksigen reaksiyaya girib, 50 millisi də hələ artıq qalıbdır. Deməli, bizim başlanğıcda reaksiyaya girmək üçün nəzərdə tutulan 50 milli oksigenimiz var idi. 50-si də sadəcə boş-boşuna orada əlavə artıqdan qalmışdı. Demək, bu da 100 millilitrə bərabərdir. Onda deməli, oksigenin mol payını indi bizdən hesablamamızı istəyir. Nə edirik? Dedik ki, həcm payının mol payı eynidir. Eyni rəqəmlərdir. Yəni, eyni şəraitdən söhbət gedirsə, eynidir. Deməli, nə edirik? Oksigenin həcmini bölürük ümumi həcmə və vururuq 100-ə. Belədir 200. Aha, bunlar ixtisarca etdi, o da deyəcək 50%. Deməli, oksigenin həcm payı da, mol payı da 50%-ə bərabərdir. 85-ci sual da yenə də bununla eynidir. Lakin burada hidrogendən artıq qalıb. Baxaq. Deməli, burada da yenə də eyni reaksiyanı yazırıq. Yenə də suyu alırıq və 50 milli oksigen reaksiyaya giribsə, deməli 100 milli də hidrogen reaksiyaya girib. Plus hidrogendən də 50 artıq qalıb. Demək, cəmi başlanğıcda 150 var imiş. Onun 100-ü reaksiyaya sərf olunub, 50-si də artıq qalıbdır. Oksigenin mol payını istəyir, həmişə kimi. Həcmini də yaza bilərik, fərqi yoxdur. 50-ni bölürük. 50 üstəgəl 150-yə və vururuq 100-ə. Bu edəcəkdir 200, o da edəcək 25%. Bəli, bu qədər bəsit. Gəldik 86-ya. CH4 və oksigen qarışığının kütləsi 72 qramdır.
Bu qarışıqda metan və oksigen molekullarının sayının bərabər olduğunu bilərək. Əgər hər ikisi də bərabərdirsə uşaqlar, belə olan halda XX deyə bilərik. Tutaq ki, X mol CH4-ümüz var, X mol oksigenimiz var. Eyni miqdardadırlar da özü bizə deyir. Oksigenin kütləsini deyir tap. Yaxşı, gəlin tapaq. 16x üstəgəlsin 32x bərabərdir 72. 16-nın üstünə 32 gələndə edir 48x bərabərdir 72. Aha. Onda x buradan bərabərdir 1,5-ə. İndi bizdən oksigen kütləsini istəyir. Molunu vururam onun emirinə. O da edəcək 48 qram. Cavab 48. Sonra gəldik 87-yə. Eyni sayda oksigen atomu olan CO və SO2-dən ibarət qaz qarışının helyuma görə nisbi sıxlığı. Fikir verin, oksigen atomu deyir eynidir. Demir mol miqdarları oksigen. Oksigenləri bərabərləşdirmək üçün biz gərək 2 mol CO götürək, 1 mol SO2 götürək. Niyə? CO2-nin 2 dənə oksigeni var. Amma CO-nun isə cəmi 1 dənədir. Belə olan halda bərabərləşdirməkdən ötürü CO-dan 2 mol götürməliyik ki, və yaxud da ki, məsələn, 1 mol götürməyə tutaq ki, 1x qədər SO2, 2x qədər CO. Necə rahatdır sizin üçün o formada da götürün. Məhsulla işləmək rahatdır, məhsulla işləyin. Rəqəmlə işləmək rahatdır, rəqəmlə işləyin. Əsas odur ki, nisbəti düz götürün. İndi gəlin biz bunun nisbi sıxlığını helyuma görə hesablayaq. Deməli, 2 vurulsun, CO neçədir? 28. Üstə gəlinsin 64, bölünsün 3. Niyə? Çünki 2 və 1-dir. 56 üstə gəlinsin 64. Aha, bu neçə edir? 120. 120-ni 3-ə böləndə edir 40. Daha sonra isə 40-ı bölürük. D bərabərdir 40 bölünsün 4. O da edəcəkdir 10. Helyuma görə istəyirdi cavab, demək 10 olacaq burada. Daha sonra 88 də demək olar ki, eyni tipdir. Qaz qarışığı verilibdir. Karbon atomlarının sayı A və A-dır, yəni eynidir. Onda deməli, baxın, burada 3 dənə karbon var, burada 1 dənə karbon var. Niyə? Gəlin, 1 dənə olandan da 3 mol götürək, digərindən 1 mol götürək. Və yaxud da ki, 3x bundan götürək, 1x bundan götürək, necə rahatdır. Deməli, qaz qarışının orta molyar kütləsini istəyir, gəlin hesablayaq. 3 vurulsun 16, üstə gəlinsin 44, vur 1, bölünsün 4. 3'ü 16'ya vurduq 48. Bunu vurduq. Bunun da 44 edir. 92'ni bölürük 4'ə. Səhv etmirəmsə 23 düşməlidir. Bəli, cavab olacaqdır 23. İndi isə gəldik 89-a. Bu da eyni tipdədir. Sadəcə olaraq burada fərqli maddə verilib CH4. Onda deməli CH4-dən 2 mol götürək. 2 mol CH4 olsun, 1 mol CH4 olsun. İndi gələk hesablayaq. 2 vurulsun 16, üstə gəlinsin 28, bölünsün 3. 2-ni 16-ya vuranda 32, 32-nin üstünə 28 gəldiyimiz zaman 60, 60-ı da 3-ə vuranda 20 edir. Baxaq 90-a. 90-da bizə həcm verilib, kütlə verilibdir. Adətən belə suallar olanda mən məsləhət görürəm ki, həcmi çevirək mol miqdarını. Deməli, nə edirik? 8,96 litr verilibdir normal şəraitdə. Gəlin birincisi bunu mol miqdarına çevirək. Yəni, biz Newtonun düsturunu bilirik də, V bölünsün V malyar. Düzdürmü? Bu düsturu tətbiq edək. Həcm var, V malyarı da bilirik 23,4. Böləndə düşür 0,4. Demək, cəmi bizim 0,4 molumuz var. Aha. Kütləmiz isə 13 qramdır. Gəlin belə işləyək. Demək, mol saylarını isə bizə birini X, birini isə Y olaraq veribdir. Demək, X mol CH4-ümüz var və Y molda CH6-mız var. Bundan davam edək. CH4-ümüz, emirimiz 40-dır. Yəni, biz 40x-dən 30 Y-i toplasaq, edəcəkdir 13 qram. Niyə? Çünki N bərabərdir. M bölünsün emir. Buradan da M bərabərdir. N vurulsun emir. Biz N-nü bilirik, emiri bilirik. Kütləni tapmaq istəyiriksə, gətirib N-nü vurmalıyıq nəyə? Emirə. Aha. Demək, 40x üstə gəlinsin 30y bərabər 13 və bir də mol miqdarlarının cəmində biz 0,4 olduğunu tapdıq. Aha, beləliklə də sistem tənliyi aldıq. İndi gəlin sistem tənliyini həll eləməyə çalışaq. Necə həll eləyək? Gəlin ikinci tənliyi 40-a vuraq. 40x
üstəgəl 30y 13-ə bərabərdir və 40x üstəgəlinsin 40y bərabərdir 16-ya. Buradan 10y bərabərdir 3-ə, y bərabərdir 0,3-ə və x üstəgəl y 0,4 idi axı. Onda demək x də 0,1-dir. Aha, mol miqdarlarını tapdıq. Bizdən y istəyirdi, o da 0,3-ə bərabərdir. İndi isə baxaq 91-ə. Qaz qarışığının bizə tərkibini veribdir CH4 və hidrogen. Qarışıqda protonların sayı 3 idi, neutronların sayı isə n-dir. Aha, gəlin bir dənə fikir yürüdək. CH4 və hidrogen. Mən bilirəm ki, baxın, fikir verin bura. Hidrogen 1-1-dir. Yəni, bir dənə protonu var cəmi. Hidrogenin neytronu yoxdur. Hidrogende neutron yoxdur. Amma neutron kimdə var? Karbonda var. Məsələn, əgər ki, nəzərimizdə tutaq ki, qarşıda neutronların sayını n verib bizə. Yəni, gəlin belə düşünək. Tutaq ki, CH4-dən x mol götürək. Ya nə bilim, A mol götürək. Fərqi yoxdur. X mol tutaq ki, CH4 götürək. X mol CH4-də nə qədər bizim neutronumuz var? N bərabərdir 6x qədər. X mol CH4 götürdük, çünki bilmirəm axı nə qədərdir. Və mən buradan n-i tapdım ki, 6x-dir. Proton sayını isə fikir verin, bizə veribdir 3n qədər. 3n nəyə bərabərdir? Mən n-in qiymətini bilirəm, 18x gətirib yerinə qoydum. N 6x-dirsə, 3n 18x-dir. Və bir də CH4-də mən proton sayının nə qədər olduğunu bilirəm. Baxın, fikir verin, CH4-də 6 dənə proton karbondadır. Yəni 6x qədər proton karbondadır. Və burada da 4 dənə hidrogen var. X moldursa 4x qədər də hidrogen buradadır. Demək, CH4-də 10x qədər mənim protonum var. Amma mənim cəmi proton sayım 18x olmalıdır. Aha, deməli, hidrogenimiz nə qədərdir onda? Hidrogenimiz yerdə qalan 8x-imiz hidrogenə aid olmalıdır. Və mən də bilirəm ki, H2 molekulunda 2 dənə proton var. Onda belə çıxır ki, mən burada hidrogendən 4x mol qədər götürmüşəm. Yəni, qısacası, CH4-dən və hidrogendən 1-in 4-ə nisbəti kimi götürmüşəm və beləliklə də neutronla proton sayını mənə dediyi kimi tapmışam. İndi bizə deyir ki, qaz qarışığının orta molyar kütləsini hesabla. X mol CH4 tapdım. 4x mol isə hidrogen tapdım. İndi gəlin bunu hesablayaq. 16x üstəgəlinsin 8x bölünsün 5x. 16-nın üstünə 8 gələndə 24, 5-ə də böləndə neçə düşür? 4,8. X-lərdə onsuz da ixtisar gedir. 4,8 cavab. Gəldik 92-yə. Deyir, müəyyən şəraitdə qapalı qabda CO və oksigendən ibarət qarışığın həcmi 100 litrdir. 100 ml. CO-nun tam yanmasından sonra alınan qaz qarışığının həcmi 70 ml olmuşdur. Yaxşı. Biz bilirikmi ki, hərəsinin nə qədərdir? Xeyr. Yenə də tutaq ki, x millilitr CO olsun. Gəlin 2x götürək. İndi deyəcəm səbəbini. Y də oksigen olsun. Demək, niyə 2x götürdüm? Çünki birazdan əmsallaşma eləyəcək, orada bizə rahat olsun deyə. CO-nu yandıraq. 2 mol CO üstəgəl oksigen alınır 2 mol CO2. Aha. Bizim deməli oksigenin həcmini istəyir. Baxın, CO-nun tam yanmasından sonra deyir. Yəni demək istəyir ki, CO nə qədər var idisə, hamısı yanıbdı. Aha. Onda demək oksigendən artıq qalıbdı burada. 2x qədər tutaq ki, bizim CO-muz yanıbsa, bunun yanmasına sərf olunur x qədər oksigen. Və buradan alınır 2x qədər CO2. Aha, bu məlumatlar bizə lazım olacaq. Əvvəlcə bizim 2x millilitr CO-muz var idi və y millilitrdə oksigenimiz var idi və cəmi 100 idi. Daha sonra isə CO-muz getdi. CO-muz tam sərf olundu. Əvəzində əmələ gəldi 2x mol CO2 və oksigenimizdən y qədər var idi, amma x qədəri də reaksiya sərf olundu. Demək, nə qədər qaldı? Y çıxılsın, x qədər oksigen qaldı və onun da cəmi 70-ə bərabər oldu. İndi gəlin biz buradan sistem tənliyi alaq. 2x üstəgəlinsin y bərabərdir 100-dür.
Və 2x üstəgəlinsin y çıxılsın x isə neçədir? 70-dir. Yazaq. 2x üstəgəlinsin y 100. Aşağıdakını həll edəsək, x üstəgəlinsin y 70-dir. Tərəf-tərəfə çıxsam, x bərabərdir 30-dur, y bərabərdir 40-dır. İndi bizdən nə istəyir? İlkin qarışıqda oksigenin həcmini istəyir. Oksigenin biz y ilə işarə eləmişdik, o da demək elə 40-a bərabər imiş. Daha sonra gəldik 90-ca. 90 asan sualdır. X qazının kütləsi y qazının kütləsindən 4 dəfə çoxdur. Aha. Mx. Kütləni necə tapırıq? N vurulsun emir x formasında. Sonra my bərabərdir. N vurulsun emir y formasında tapırıq. Deyir, bunun kütləsindən 4 dəfə çoxdur. X-in nisbi molekul kütləsi, y-in nisbi molekul kütləsindən 2 dəfə azdırsa, yaxşı. X qazının kütləsi y qazının kütləsindən 4 dəfə çoxdur. Yəni, biz emir x vur n x bölünsün emir y vur n y yazsaq, cavabı 4 tapmalıyıq. Aha. Və bizə deyir ki, x-in nisbi molekul kütləsi, yəni emir x bölünsün emir y. Aha. X-inki bundan y-dən 2 dəfə azdır. Demək 2-də 1-ə bərabərdir. Baxın, onda biz buradan tənasübdən ala bilərikmi ki, 2 emir x bərabərdir emir y-ə. Gəlin, neyiniyək burada? Emir y-in yerinə 2 emir x qoyaq. Baxın, bu tənlikdə. Görək elə nə alacaq? Aha. Emir y-i buradan silirəm. Yerinə yazacağım emir x, amma 2 emir x formasında. İndi bizə deyir ki, x-in mol miqdarı y-in mol miqdarından neçə dəfə çoxdur? Və biz burada mol miqdarlarının nisbətinə baxsaq, bu tənasübü həll etsək, cavabı alarıq ki, bunun mol miqdarı digərindən 8 dəfə çoxdur. 94-ə baxaq. Qarışığın mol sayı 4-dür. Qarışıqda karbonun mol sayı da 4-dür. Baxın, burada 2 dənə karbon, 2 dənə karbon var, düzdürmü? Deməli, məsələn, mən bundan 1 mol, bundan 1 mol götürsəm, cəmi 4 dənə karbon olurmu? Bəli, olur. Bu 1 mol, bu 1 mol. Cəmi 2 moldur. Heliumum nə qədərdir onda? Heliumum da 2 moldur ki, qarışığım ümumi 4 mol olsun. Qarışıqda neçə qram helium var? 2 vur 4, o da edir 8. 95. 95 də eyni tipdədir. Sadəcə olaraq burada biraz fərqli olacaq. Necə? Qarışıqda karbonun mol sayı 3,6-dır. Baxın, fikir verin, burada karbonlarımız 3,6 deyil. Yəni 3 budur, 3 budur. Cəmsi bizim 6 mol karbonumuz var. Nəzərdə tutaq ki, deməli, bundan məsələn 0,6, bundan 0,6 götürsəm, deməli, mənim 3,6 mol karbonum olacaq. Bəli. 1,8, 1,8, o da 3,6 edir. Yerdə qalan 3,6-dan yerdə qalan nədir? 2,4 heliumdur. Heliumu da 2,4 mola vuranda edir 9,6. Daha sonra isə gəldik 96-ya. Qaz qarışığının tərkibini CH4 və CH4 olaraq verib, qarışıqdakı qazların ümumi mol sayını 4 veribdir, karbon kütləsini isə 72 veribdir. Gəlin hesablayaq. Qazların ümumi mol sayı, mən bilmirəm nə qədərdir. Yenə də x və y ilə işarə edirəm, bərabər edirəm 4-ə və qarışıqda karbonun kütləsi 72-dir. Aha, baxın, CH4-də 2x qədər karbon var. Onu da 12-yə vursam 24x üstə gəlinsin. 12y bərabərdir 72. Yenə də sistem tənliyi aldım. Neyinək? Yuxarını vuraq 12. 12x üstə gəlinsin 12y bərabərdir 48. 24x üstə gəl 12y bərabərdir 72. Buradan 12x bərabərdir 24-ə, x bərabərdir 2-yə. Aha, x nə idi bizdə? CH4 idi. Y-imiz onda nəyə bərabərdir? Y-imiz də onda 2-yə bərabərdir. Bizdən də neçə mol metan var soruşur. Demək o da 2 mola bərabərdir. Və son olaraq gəldik 97-yə. Bizə deyir ki,
N1 böyükdür N2 olarsa uyğunluğu müəyyən edin. Aha. İlk baxışdan biraz çətin görünə bilər, amma əslində çox bəsitdir. Baxın, bunu necə tapırıq? Demək, birincisi, hidrogenin mol sayı N1-dir, CH4 isə N2-dir. Fərqi yoxdur bunun. Biz hansı mol miqdarında götürməyimizdən asılı olmayaraq, hidrogenin emiri 2-dir, CH4-ünkü isə 16-dır. Yəni biz fərqi yoxdur. İstər bundan 100 mol götürək, öbürsündən 1 mol götürək, istər başqa bir mol nisbətində götürək. İstənilən halda bu ikisinin arasında bir rəqəm alacağıq. 2 ilə 16-nın arasında variantlardan hansı var? 7 var. Demək, buna A bandı gedəcək. Sonra ikincidə azot 28, oksigen 32. 28 ilə 32-nin arasında kim var? 29 var məsələn. 29 ola bilər. Sonra CH4 ilə azot veribdir bir də son olaraq. CH4 16-dır emiri, azotun ikisi 28. 16 ilə 28 arasında hansı rəqəmlər var? Məsələn, 20 var və 25 var. İkisini də yaza bilərik. Vəssalam, bu qədər bəsit. Hətta 17. 17-ni də yaza bilərik, bəli. Vəssalam, bu qədər. Beləliklə də bu bölməni də yekunlaşdırdıq. Növbəti videomuzda kimyəvi formullar üzrə hesablamalar bölməsinə aid olacaq.